Bugünkü Azərbaycan teatrı hansı problemlərlə üz-üzədir? Rejissor problemi. Və uzun illərdir ki, bizim sənət korifeylərimiz, böyük rejissorlarımız, şəxsiyyət ola böyük rejissorlarımız, Mehdi Məmmədov, Adil İskəndərov, Tofiq Kazımov, bunlardan sonra indi də teatrlarımızda cavan rejissorlar var, indi də orta nəslin nümayəndələri var, amma həmişə teatra daha böyük töhfə verə bilən rejissorlar bu günləri mənə elə gəlir ki, yetişməlidir, mütləq yetişməlidir. Yəni bizim Tofiq Kazımovda gördüyümüz ənənələri yarada biləcək, yeniləyə biləcək rejissorlar. Mən teatrlardan şəxsiyyət ola biləcək rejissorlar görmək istəyirəm teatrlarımızda. Adil İskəndərov kimi, Tofiq Kazımov kimi, Mehdi Məmmədov kimi belə rejissorları görmək istərdim teatrlarımızda.